Salam dostlar, axşamınız xeyir. Bugün Dinamo Zagreb Fenerbahçe oyununu izləyirəm. Əvvəla video başlamazdan əvvəl demək istəyirəm ki, bundan əvvəlki videomuza çox dəstək oldunuz. Gözləmədiyim qədər baxış gəlib, yəni gözlədiyimdən çox baxış gəlib. Təşəkkür edirəm. Yaxşı fikirlər var idi, pis fikirlər var idi. Bəziləri deyirdi, sonradan baxmısınız oyuna, bəziləri deyirdi, sevinmirsiniz, yalana edirsiniz, Qarabağ azarkeş deyilsiniz. Əvvəla onu demək istəyirəm ki, bəli, mən Qalatasaray azarkeşəm. Azərbaycan Respublikası azarkeşlik eləmirəm. Amma yəni Qarabağın yerində Neftçi də olsa, Qəbələ də olsa, Sabah da olsa, Zirə də olsa, digər klublarımız da olsa, mən eyni reaksiya verərəm, eyni cür sevinərəm. Sadəcə o paylaşdığım 3-cü qol idi və 3-cü qolda da yəni şoka düşdü, reaksiya göstərə bilmədi. Çünki topun qapıya daxil olduğunu başa düşməmişdim. Elə bildim top çölə çıxdı. Ona görə də reaksiya göstərmişdim. Yəni uzun sözün qısası, həm yaxşı, həm pis fikirlərinizə görə təşəkkür edirəm. Mən Avropada bütün Azərbaycan klublarına, bütün Türk klublarına azarkeşlik edirəm. Uğur qazanmağını istəyirəm. Bu arada Fenerbahçe'nin oyunu başladı. Fenerbahçe uğurlar. Mən Galatasaraylıyım, amma bu gün həqiqətən Fenerbahçe'nin qalib olmağını istəyirəm. Və bu arada əsas məsələ göstərmək istəyirəm saatı. Saat bilməm necə görsənəcək burada. Saatı göstərim. Təkrar baxırsınız deyənlər var idi. Ona görə də saatı göstərdim ki, onlar da inansınlar. Videoya başlaya bilərik. Uğurlar Fenerbahçe'yə. Getdik. Bugün dostum Emil də məndən bir yerdə olacaq idi, amma işləri var idi, gələ bilmədi. Amma digər videolarda bir yerdə olacaq inşallah. Həm Qarabağın oyununda, həm Qalatasarayın oyunu izləyəcək bir yerdə, həm Qarabağın oyununda inşallah bir problem çıxmasa stadionda olacaq. Oradan bir çəkiliş eləməyə çalışacağıq. Yəni Emil də məndən bir yerdə olacaq. Bu arada Zagreb hücuma keçir. Ötürmə keçmədi, topu uzaqlaşdırdılar, əla. Açıq yaxşı heyətlə oyuna başlayıb. Düzdür, Talişka qırmızı vərəqəsi var. Onu bilmirdim. Duran zədəldi. Onu bildim, amma Talişkanın qırmızı kart cəzası olduğunu bilmirdim. Talişka oynaya bilmir bu oyunda. Amma yenə də yaxşı heyətlə çıxıb. Zagreb'i açığı bu mövsüm heç bir oyunu izləməmişəm. Nə olur olsun Fenerbahçe'nin layiqli oynamalıdır. Prezidentlər də artıq dəyişdi. Ali Koç nəhayət ki getdi. 7, bilmirəm 8 ildən sonra. Yeni prezidentlər də uğurlu olsun. Zagreb'in hücumu top yenə uzaqlaşdırıldı. Yəni Fenerbahçe buradan məncə 3 qaldan qayıda bilər. Nə olur olsun bu heyəti ilə Dinamo Zagreb'i məğlub edə bilər. Ən pis ehtimal bir xal qazanmalıdır. Çünki burada oynayırsansa, burada bu liqada Çempionlar Liqasından bura düşmürsən, sən azından bu liqanın haqqını vermək lazımdır. 7-ci dəqiqə oynanır, hələ ki oyun ortada gedir. Zagreb daha çox hücum qurmağa çalışır. Deyişin dəqiqədə qol vurmaq istəyir, amma hələ ki Fenerbahçe yaxşı müdafiə olunur. Tedesco Fenerbahçe baş məşqçi 3 oynadır, səhv etmirəmsə 3 müdafiə. Fenerbahçe 3 müdafiə oynayanda çox uğur qazanmayıb açığı. Heç vaxt, yəni son illərdə. İnşallah bu gün uğurlu olar onlar üçün. Görək necə olacaq. Mənə də maraqlıdır açığı. 20 dəqiqə bitib artıq oyun əldə ortada gedir. Zagreb biraz düzdür, daha çox hücum edir, qol vurmaq istəyirlər, ev sahibi olaraq normaldır. Amma belə çox kəsərli hücumları olmayıb açığı. Qapıya dəqiq zərbələri olmayıb hələ ki. Yəni ümumi belə oyun ortada gedir demək olar. Fenerbahçe də hücumda çox əskiklik görsənir açığı. Yəni cəhdləri olub, amma qapıya bir zərbələri olmayıb. Yəni 20 dəqiqə belə olub. İnşallah oyun boyu belə olmaz. Müdafiə futbol oynamazlar. Çünki bu oyundan qələbə qazanmaq çətin görsənir. Zagreb yenə sağ tərəfdən gəlir. Cərimə əsasına girdi. Ötürmə, zərbə alınmadı.
Top hələ də uzaqlaşdıra bilməyiblər. Heç nədən qol buraxıldı. Heç nədən müdafiənin səhvi demək olar. Top ayaqlarına dolaşdı. O topu bir dənə oradan uzaqlaşdıra bilmədilər. Heç nədən qol buraxdı Fenerbahçe 21-ci dəqiqə 1-0. Keçən videoda demişdiniz ki, sevinmirsiniz. Bu necə sevinməkdir? Düzdür, videonun əvvəlində dedim o haqda. Fikir bildirdim o haqda, amma yəni, bu gün də belə wow sevinməyimi gözləməyin. Çünki normal Galatasaraylıyım, amma Fenerbahçe qol vursa sevinəcəm əlbəttə ki. Başladılar. Zərbə vuran görəcək. Zərbə və qol. Şimanski əla zərbə. Əla qol. Vaxtında cavab vermək lazım idi. Vaxtında cavab verdilər. Əla. Əla zərbi idi. Həqiqətən top da ayağına yaxşı oturdu. Hər kəsin arasından keçdi və qapıya girdi. Və ilk isə bitirdi hakim. Əlavə vaxt artırmadı. Maraqlıdır, ilk hissəni bitirdi hakim. 1-1 də ilk hissə nəticəsi. Ümid edirəm ki, Fenerbahçe ikinci hissədə oyunu çevirər, qələbə qazanar, uğurlar Fenerbahçe'yə. İkinci hissədə görüşərik. İkinci hissə başladı. Zərbə ilə başladı. Daha doğrusu mən biraz gec başladım ikinci hissəyə. Artıq 49-cu dəqiqədir. Fenerbahçe ikinci hissəyə yaxşı başlayıb. Hücum qurur, zərbə vurur. Düz dəqiq olmadı. Amma yaxşı başlayıb bəlkə. İkinci hissədəyik. Zagreb gəlir hücuma. Sola çəkdi. Sol tərəfə ötürmə. Zərbə. Ötürmə oldu bu. Və Belio deyəsən vurdu yenə. 50-ci dəqiqənin tamamında Belio ikinci qol vurur. 2-1 olur hesab. Yəni böyük bir hücum yox idi, böyük bir qol epizodu yox idi. Sadəcə oyuncu gəldi, ortadan sola pas, soldan zərbə vuracağını fikirləşdim. Amma ötürmə oldu. Sol tərəf bomboş qalmışdı. Offside yoxdur. Və rəqibin 9 nömrəsi Belio lazım olan yerdə idi, lazım olan vaxtda. Məncə heç nə yoxdur bu qolda, təmiz qoldur. Təəssüf. Yenə geriyə düşdü Fenerbahçe. Ümid eləyək ki, geri dönüş olar. Rəqib artıq üstünlük qurmağa başlayır. Tez-tez hücum qururlar və topa üstündülər. Topa sahibdilər daha doğrusu. Fenerbahçe də ara sıra topu alıb əks hücuma çıxmağa çalışır. Amma hələ ki kəsərli bir hücum yoxdur. Hələ ki oyunda nə Asensio'nun, nə Kerem Aktürkoğlu'nun görməmişik açığı. Endisi biraz cəhd edir, bəzən cinahlara çəkilir, ötürmələr edir. Amma Kerem'lə Asensio görsənmir. Orta uzaqlaşdırıldı. Deyəsən Fred oyuna girəcək. Hələ ki yenə oyun ortada gedir demək olar. Düzdür, qarşılıqlı hücum var. Amma zərbələr çox azdır, demək olar yoxdur. Zagreb'də 1-2 dənədir, Fener'də sadəcə 1 dənə indi oldu. Qapıya çox zərbə yoxdur. Rəqib gəlir sol cinahdan. Əlavə olmuş 4 dəqiqə bitib artıq. Ötürmə mərkəzə. Sağ tərəfə gəlir rəqib. Zərbə və qol. Bitti hər şey.
Təəssüf ki. Savunamadı farkları. 3-1 oldu. 90+5. Oldu skor. Avropada hələ ki Türk klubları heç nə edə bilmir. Çempionlar Liqasında Galatasaray, Avroliqada Fenerbahçe. Gollu və Hakim də bitirdi oyunu 3-1. Dinamo Zagreb qələbə qazandı. Fenerbahçe məğlub oldu, təəssüf ki. Hələ ki Türk klubları Avropada qələbə qazana bilmirlər, təəssüf ki. Galatasaraydan sonra Fenerbahçe də məğlub oldu. Ümumi oyun haqqında fikrimi bildirim. Oyun çox maraqsız keçdi. Fenerbahçe onsuz da son turlarda, son oyunlarda daha doğrusu çox maraqsız oynayırdı. Zagreb də bir o qədər maraqsız komandadır. Nə olur olsun qələbə fikirləşirdim, mən də ümidliydim Fenerbahçe'dən, amma sonda 3-1 məğlubiyyət. Nə deyək, inşallah bundan sonraki oyunlar qələbə qazanar Fenerbahçe, həm Galatasaray, həm Fenerbahçe. Mümkün qədər bundan sonraki oyunlarda izləməyə çalışacağam. Sizdən xahişim, kanala abunə olun, videoları bəyənin, yenə fikirlərinizi bildirin. Sizin dəstəyiniz üçün çox vacibdir mənim üçün. Keçən videodan sonra həqiqətən fikirlər, gələn like sayı məni çox sevindirdi həqiqətən. Və inşallah sizlə bir yerdə ilk hədəfim 1000 abunədir, 1000 abunəyə çatmaqdır. 1000 abunəyə çatsaq daha maraqlı işlər görəcəyik, daha maraqlı kontentlər olacaq. Bu arada siz də nə cür bir kontentlər görmək istəyirsiniz, nə cür bir videolar görmək istəyirsiniz, fikirlərinizi bildirin. Bundan sonra hansı klubların oyunlarını izləməyimi istəyirsiniz? Həm Avropadan, həm Türkiyədən fərq eləmir, yaza bilərsiniz. Hansını istəsəniz, mən də bacardığım qədər izləməyə çalışacağam. Ümumilikdə bundan sonra Galatasaray oyunlarını Türkiyə Liqasında izləməyə çalışacağam. Hər həftə mümkün olduğu qədər onları paylaşmağa çalışacağam. Bundan sonra ayın 30'u Galatasaray oyununu izləyəcəm. Və daha sonra stadionda inşallah Qarabağın oyununda olacaq. Stadionda stadion vlogumuz olacaq. Sağ olun, özünüzə yaxşı baxın. Ümid edirəm video bəyəndiniz. İnşallah gələn videolarda görüşərik. Sağ olun.